بسم الله الرحمن الرحيم. يا علي يا عظيم يا غفور يا رحيم، أنت الرب العظيم الذي ليس كمثله شيء، وهو السميع البصير. وهذا شهر عظمته وكرمته وشرفته وفضلته على الشهور، وهو الشهر الذي فرضت صيامه علي، وهو شهر رمضان الذي أنزلت فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان، وجعلت فيه ليلة القدر وجعلتها خيرا من 1000 شهر. فيا ذا المن ولا يمن عليك، منا علي بفكاك رقبتي من النار فيمن تمن عليه، وأدخلني الجنة برحمتك يا أرحم الراحمين. بسم الله الرحمن الرحيم. اللهم أدخل على أهل القبور السرور، اللهم أغني كل فقير، اللهم أشبع كل جاعي، اللهم اكسو كل عريان، اللهم اقضي دين كل مدين، اللهم فرج عن كل مكروب، اللهم رد كل غريب، اللهم فك كل أسير، اللهم أصلح كل فاسد من أمور المسلمين، اللهم اشفي كل مريض، اللهم سد فقرنا بغناك، اللهم غير سوء حالنا بحسن حالك، اللهم اقضي عنا الدين وأغننا من الفقر، إنك على كل شيء قدير. بسم الله الرحمن الرحيم. اللهم وفر حظي فيه من النوافل، وأكرمني فيه بإحضار المسائل، وقرب فيه وسيلتي إليك من بين الوسائل، يا من لا
يشغله إلحاح الملحين. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم المصطفى محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما بقية الله في الغرابين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد نحمده ونستعينه ونستغفره. السلام عليكم جميعا ورحمة الله وبركاته. بسم الله الرحمن الرحيم. اللهم ارزقني فيه رحمة الأيتام وإطعام الطعام والإفشاء السلام والصحبة الكرام بتبلك يا ملجأ العاملين. İlahi, bugün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, cəmaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluq etməyi mənə nəsib et. Fəzl və bəxşişinə an verirəm. Ey arzu edənlərin pənahı olan Allah. Allah bu Ramazan ayını bizə, hamımıza bərəkətli, feyzli qərar versin. Bu Ramazan ayının feyzindən, rəhmətindən bizləri əliboş eləməsin. Hərçənd ona layiqli ibadətimiz, itaətimiz yoxdur, amma Allahlığına xatir bunu bizdən ali və ali dərəcədə qəbul etsin inşallah. Bir elanı nəzərinizə çatdırmaq istəyirəm və dərhal söhbətimə başlamaq istəyirəm. İnşallah ki, Qədir gecələri boyunca İnşallah mart ayının 19-u saat 22:00-dan, yəni saat 10 tamamından etibarən YouTube kanalımızda, Cavadov Ramiz YouTube kanalında canlı olaraq yayımlanacaq. İlk olaraq Çovşan Kəbir duası oxunacaq. Dərhal dalıcan xütbəmiz olacaq, muizəmiz olacaq. Ondan sonra da Bikəyə Allah olacaq Allahın izni ilə. İnşallah ki, sizdən də istəyimiz kanalımıza abunə olub, bizləri də izləməyi unutmayın. Keçən söhbətlərimizdə, dünənki söhbətimizdə biz yarımçıq qaldıq nədə? İlahi hökmlərin qaydasına artıq çatdıq, mövzumuz. Vaxt vədə yetişdi, ilahi hökmlərin ləzzəti barəsində gəldik, çatdıq. İlahi hökmlərin ləzzəti dedikdə Allahın buyurduğu əməlləri sevərək zövq almaq nəzərdə tutulur. Yəni, Allah bir şeyi bizə buyurub, o əməli sevərək biz yerinə yetiririk, zövq alaraq o əməli yerinə yetiririk. Bu, ilahi hökmlərin ləzzəti bu mənadadır. Yəni, ilahi hökm dedikdə nə nəzərdə tutulur? Bu nəzərdə tutulur ki, Allah sənə bir tapşırıq verib, bir əmr verib, bir vacibat qoyub boynunda, indi ondan sən necə istifadə edəcəksən? Sən onunla necə rəftar edəcəksən? Məsəl üçün, biri sənə iş tapşırır, istəyirsənsə o işi eləyəsən, o işdə sənə tapşırılır. Onu sevə-sevə, zövqlə eləyəcəksən. Amma istəmədiyin bir iş olsa, xoşun gəlmədiyin, bəyənmədiyin bir iş olsa nə olacaq? Onu sevməyərək, zövq almadan işi yerinə yetirəcəksən. O da nədir? O ilahi hökmünü sayılmır artıq. Eynilə Allah sənə bir tapşırıq göndərib, o tapşırığı zövq ilə yerinə yetirirsənsə, rahatlıqla yerinə yetirirsənsə, bu ilahi hökmlər deməkdir. İlahi hökmün ləzzəti dedikdə də bu başa düşülür. İnsan bu hökmlərə itaat etdikcə ruhu saflaşır. Allah sənə vacibat qoyub, məsəl üçün Ramazanın özü. Allah sənə orucu vacibat qərar verib. Onu necə yerinə yetirəcəksən? Hansı dərəcədə yerinə yetirəcəksən? Diqqət edin sözümə. Məsələn, o əməli elədikcə, məsəl üçün, keçən söhbətimizdə deyik ki, Ramazandan sonra bir bayram yaşayırıq. Bayramın adı da ərəblər deyirlər Eydül-Fitr. Eid qayıdış sözündəndir, fitr də fitrət sözündən. Yəni nə? Fitrətə qayıdış. Bu 30 gün boyunca Ramazan səni nədir? Özlüyünə qaytardı.
20 il, 30 il, 3 il, 5 il, 1 ay, 2 ay bundan öncə necə idin? Qayıtmısan əvvəlki halına. Fitrətvə qayıtmısan artıq sən. Özlüyünə qayıtmısan. Eynilə ilahi hökmün ləzzəti odur ki, sən bu Ramazan boyunca sən əməli nəcür yerinə yetirdin. Zövq ilə yerinə yetirmisənsə, onu rahatlıqla yerinə yetirmisənsə, gözəl yerinə yetirmisənsə, insanın ruhu saflaşır və qəlbi də aramlaşır. Ruhu saflaşır, qəlbi rahatlıq tapır və həyatına mənəvi dərinlik qatılır onun. Həyatı daha da şən keçir, həyatı gözəl keçir, həyatı şirin keçir. Orucdur, orucda haldasan, həyatın necə zövq ilə keçir, həyatın necə mənalı keçir. Məsəl üçün müqayisə edirsən ki, mən bir ay bundan qabaq belə deyildim axı. Amma Ramazan mənə nə bəxş elədi? Nələr bəxş elədi mənə? Hansı mənəvi rahatlıqlar verdi mənə Ramazan? Artıq bu bir ay boyunca Ramazan səni özlüyünə qaytarır. O mənəvi rahatlığa qaytarır, qəlbini saflaşdırır. Bəs ilahi hökmlərin ləzzəti nədən ibarətdir? Sualına biz cavab verək. Ruhani sakitlik və daxili huzur. Birinci budur. Məsəl üçün desək ki, ilahi hökmlərin ləzzəti nədən ibarətdir? Birinci cavab budur ki, ruhani sakitlik və daxili huzur deməkdir. Yəni, Allahın əmrlərinə tabi olmaq insanın qəlbində huzur yaradır. Məsələn, namaz qılmaq, dua etmək insanın stresini azaldır məsələn və onu rahatladır. Məsələn, bugünkü gün bütün psixoloqlar deyirlər ki, özünü aramlaşdırmaq istəyirsənsə, sakitləşdirmək istəyirsənsə, stressdən azad olmaq istəyirsənsə, nə ilə? Namaz qıl, zikr elə, ibadətdə ol. Çünki səni namaz nə edir? Ondan kənarlaşdırır. İstəməməz namaz səni qoymur. Məsəl üçün, orucsan, ağzı oruclusan, beynivə günah gəldi. Günah içindəsən artıq. Günaha tərəf getmək istəyənə, yadva düşür ki, mən orucam, qayıtdın dala. Ona yerinə yetirsin, nə olacaq? Batıl oruc. Oruc səni qabağı kəsdi. Psixoloqların bugünkü gün %99% hamısı deyir ki, stres azaltmaq istəyirsənsə, mənəvi rahatlıq tapmaq istəyirsənsə, ruhani sakitlik, daxili huzur tapmaq istəyirsən, nə ilə? Namaz qıl. Allahın əmrlərinə tabi ol. İnsanın qəlbində xüsusi bir mənəvi rahatlıq bəxş edir insana. İkinci nədir bə? İkincisi də nəfsin tərbiyəsi və şəxsiyyətin formalaşmasıdır. Nəfsin tərbiyəsi yəni nə? Haramdan uzaq durmaqdır. Halal qazancdan yaşamaqdır. Bəs şəxsiyyətin formalaşması nədir? İnsanın xarakterini gücləndirməsidir. Nəfsini idarə edə bilən insan həyatda daha sabit və güclü olur. Bu da insanın şəxsiyyətidir. Birincisi dedik ki, ruhani sakitlik, qəlbin huzurudur. Olsun nəyi nəzərdə götürdük? Götürdük ki, Allahın əmrlərinə tabi olmaq. İkincisi də ki, nəfsin tərbiyəsi və şəxsiyyətin formalaşması. Yəni nə? Sən nəfsini tərbiyələndirirsən, artıq şəxsiyyətin də formalaşır. Şəxsiyyətin artıq formaya minir. Şəxsiyyətin artıq artır. Məsəl üçün, səni 3 il bundan öncə, 1 il öncə səni zinakar biri kimi tanıyırdılar. Amma nəfsi istəklərini sən kənara atan kimi şəxsiyyətin formalaşdı. Cəmaatın qabağında sən zinakar kimi yox, mömin kimi təqdim olundun. Nədir bu? Şəxsiyyətin formalaşdı. Haramdan uzaq durmaq, halal qazancla yaşamaq insanın nə edir? Şəxsiyyətini formalaşdırır. İnsan həyatında da sabit və güclü olur bu. Üçüncü nədir? Bəs ibadətin verdiyi şirinlikdir. İbadətin verdiyi şirinlik. Oruç tutanda ilk günlər çətin olur. Hamı deyir ki, hamı qorxduğu gün ilk gün olur. Birinci, ikinci, üçüncü günlər. Niyə? Qorxursan ki, bir Ramazan boyunca mən bir ay çatdıra bilməyim. Hər gün dua edirsən ki, ay Allah, sən mənə kömək olcunan ki, bir dənə sağ-salamat başa vurum. Məsələn, Ramazan qutarandan sonra möminlərə sual verirsən ki, Ramazan necə yola verdin, necə oldu, necə keçirdin, necə aramlıq tapdın, necə mənəvi saflıq tapdın, deyir. Bir tər yola verdim də. Bir tər yola verdim də mən bunu.
İbadətin verdiyi şirinlik, yəni nə oruç tutanda ilk günlər insan üçün çətin olur, amma zamanla bədən və ruh alışır. Məsəl üçün bir iş görürsən və yaxud bir dənə şeyə eləmək istəmirsən. Eləyəndən sonra insan onun aludəçisi olur. Birinci, ikinci, üçüncü gün sən onunla çətinlik kimi qalsan ki, eləməyim bəlkə bunu. Birdən eləsən pis olar ha. Elədin. Amma daha sonra onu tələb eləyir. Bədən tələb eləyir. Ramazandan sonra da görürsən ki, möminlərin əksəriyyəti deyər ki, kaş əvvəlki yenə Ramazan ayı olardı. Deyirsən niyədir? Bütün Ramazanda həyat o qədər gözəl idi. Həyat o qədər qəşəng idi ki, biz Allahın həqiqi süfrəsində oturmuşduq. Allahın həqiqi qonaqlıqasında oturmuşduq. Axşam iftar edərkən insan həm fiziki, həm də mənəvi olaraq bir rahatlıq hiss edir insan özündə. Bu da ibadətin verdiyi şirinlikdir. Məsəl üçün 10 saat, 11 saat, 9 saat ac qalırsan, axırda yer bir dənə yemək yeyirsən, insan nə olur? Şirinlik tapır. Aramlaşır. Dördüncü nədir bəs? Allaha yaxınlaşmaq və onun sevgisini hiss etmək. Allaha yaxınlaşmaq və onun sevgisini hiss eləmək. Yəni nə? İnsan ibadət etdikcə qəlbində Allah sevgisi artır. Görürsən ki, sən ibadət eləmirdin, amma qəlbində sevgi var idi Allaha. Amma günbəgün görürsən ki, o yenə təsir qoyur. Məsəl üçün, hicab taxıb bir qadın, nümunə üçün gətirirəm bunu. Bir qadın hicab taxır, onun bilgisi fərqlidir. Onun bilgisi budur ki, mən bunu taxırım xanım Zəhra mənəti kimi. Bilgisi fərqlidir. Amma biri taxır, modaya görə, dəbə görə taxır. Xanım Zəhra əmanəti bilib taxırsa o nə olacaq? Günbəgün təsir qoyacaq insanda, onun eşqi çoxaldacaq. Bir şeyi təkrar və təkrar görürsənsə, onu sevgin artır. Eynilə insan ibadət etdikcə qəlbində Allah sevgisi artır. Və bu sevgi insana dünyəvi heç bir şeyin verə bilmədiyi bir ləzzət bəxş edir. Dünyada o ləzzəti verən heç nə yoxdur. İbadət edirsən, Allaha sevgin artdı. İlahi eşqə çatdın. Mənəvi eşqə çatdın. Həqiqi eşqə çatdın. Nəinki məcazi eşqləsənsən, sən həqiqətən eşq yaşayırsan. Allahla eşqləsən. Deyirsən ki, ay Allah, sənəmlə görüşə bilsəydim. O eşqə çatarsan ki, axıra nə deyərsən? Ay Allah, sən mənim canımı al ki, gəlim səni görüm də. Al canımı cananı apar. Ey mələkül qövs. Mələkül qövs ölüm mələyidir. Ölüm mələyinə müraciətən deyərsən ki, al canımı, o cananı apar. Ey mələkül qövs. Ramiz onun eşqi ilə çəkib bəs qədər əsrət. Al canımı, apar o canana sarı. Apar o eşqə sarı. Apar o rəhbani eşqə sarı. Niyə? Çünki mən o eşqi ilə dəli olmuşam. Divanə olmuşam, mən o eşqdə yaşamaq istəyirəm. O eşqin, həqiqi eşqin ləzzətini mən Allahda gördüm. Dünyəvi eşq mənə lazım deyil. Mənə axirəti sevgim, ilahi eşqim mənə lazımdır. Görürsən ki, ibadət etdikcə insanın eşqi nə olur? Çoxalır. Eşq nədir ümumiyyətlə? Eşq əşəqə sözündən götürülüb. Yəni nə bir bitkidir, sarmaşıqdır. İnsanın gəldi vücuduna daxil oldu, insan nə olur? İnsan həqiqi bir aramlıq tapır. Sevgi yaşayırsan, eşq yaşayırsan. Eşqin həqiqi təcəssümün yaşayırsan. Eşqin həqiqi mənasını yaşayırsan. Bəs 5-ci nədir? Savab qazanma hissi. Savab qazanma hissi, yəni nə? Bir yaxşı əməl etdikdə, məsələn, ehtiyacı olan bir şəxsə kömək etdikcə insan xüsusi bir xoşbəxtlik hiss edir. Artıq bilsən, savab qazandım. Birinin pulu yox idi, çörəyi yox idi, çörək ala bilmirdi. Mən olsun çörək aldım. İçin sevinir ki, mən buna savab iş gördüm. Və yaxud başqa bir iş gördüm. Və yaxud getdim, məscid təmir olundu, məsciddə kömək elədim mən də. Allah evinin tikilməsində, bərpa olunmasında mən kömək elədim. Sevinirsən ki, mən bir dənə savab qazandım. Və yaxud cümə günü bir sədəqə verirsən, zəkat verirsən, nə edirsən, bir savab iş görən kimi sevinirsən. İlahi eşqin, ilahi hökmlərin ləzzətinin biri 5-incisi də bu idi ki, savab qazanma hissi. Bu ilahi hökmlərə tabi olmağın fəzilətindən də əmələ gəlir.
fəzilətindən irəli gəlir. Məsəl üçün, 6-cısında deyilir ki, cəmiyyətdə müsbət təsir. Cəmiyyətə müsbət təsir nə? Yəni nə? İlahi hökmlərə riayət edən insan ədalətli, mərhəmətli və dürüst olur. Bu da həm özü üçün, həm də ətrafdakı insanlar üçün faydalıdır. Cəmiyyətə müsbət təsir. Görsən, ilahi hökmlərin ləzzətinin sonuncusuna nə gəlir? İlahi cəmiyyətə müsbət təsir. Cəmiyyətdə ədalətli olmalısan, məsuliyyətli olmalısan. Nəinki sən başqa cür olasan. Cəmiyyətdə deyirsən, ədalətli olmalısan. Ədalətli davranmalısan, məsuliyyətli davranmalısan. İlahi eşq yaşamaq istəyirsən, ilahi ləzzətlərin şirinliyi yaşamaq istəyirsən, deyir, buna da əməl elə. Allah, mən ibadətə əməl eləyirəm də, savabı qazanıram, əməl eləyirəm də, orucu tuturam, əməl eləyirəm də. Allah deyir, yox. Cəmiyyətə müsbət təsir də var. Əgər o birilərə eləsin, bunu eləməsin, qəbul edəcəm, eləməyəcəm. Niyə? Məsəl üçün, qiyamətdə Allah sual verir ki, mən üçün neynəmsən? İnsan deyər ki, Allah, namaz qılmışam. Deyir, onu özün üçün eləmişsən. Mən üçün neynəmsən? Deyir, oruç tutmuşam. Deyir, o da özün üçün eləmişsən ki, cəhənnəmə özün üçün bir sipər eləmişsən, bir hasar kimi hörmüsən cəhənnəmə, uzaqsan. Özünə görətdir o. Allah, həccə gedmişəm. Həccə gedmişsən, lap yaxşı. Ad qazanmışsan, cəmaət səni mötəbər insan kimi tanıyır. Allah, zəkat vermişəm. Sən onu da özün üçün eləmişsən. Görür ki, Allah, insan görür ki, arada çıxış yolu yoxdur da. Nə deyir, alınmır. Allah, bəs nədir o iş ki, mən sənə görədir həmin o iş. Səni razı salmaqdan ötəridir o iş. Deyir, nədir o iş? Deyir, cəmiyyətdə sən nə işlər görürdün? Cəmiyyətdə gördüyün əməllər nədir? Qiyamətdə üzə çıxardır. Eyni ilə, məsəl üçün, cəmiyyətdə nə edə bilərsən? Ədalətli olmalısan, məsuliyyətli olmalısan. Allah deyər ki, bir yetim görəndə nəvaziş eləmisənsə, deyir, o mənə gəlir o savab. Yəni, mənim yanımda sən qiymətlisən, yəni mənə görə görmüş olursan o işi, nəinki özünə görə. Bir xəstənin ziyarətinə gedirsən, deyir, onu da mənə görə eləmiş olursan, özünü mənim yanımda yaxşı etmiş olursan. Yəni, cəmiyyətə müsbət təsir qiyamətdə də faydasını görür, nəinki bu dünyada. İlahi hökmlər insan üçün bir yük deyil. Əksinə, onun həyatın nizama gətirən, daxilə huzur bəxş edən bir neymətli insansın. Nəinki sən buna dünya ləzzəti kimi baxasan, yox. Bu daxilə huzur da verir sənə. Həm də axirət üçün də huzur verir sənə. Bu hökmlərin hikmətini anlayan və sevərək əməl edən şəxs həm dünya, həm axirətdə də xoşbəxt olur. Allah bizdə həqiqətən bu xoşbəxtlərin cərgəsinə qərar versin ki, biz də bu ilahi hökmlərin həqiqi ləzzətini başa düşək. İlahi hökmlərin ləzzətini başa düşək və ona biz də əməl edək. Allaha and verək İzzət Cəlalına ki, bizi Ramazan ayında həqiqi oruç tutanlardan, dindarlardan, möminlərdən qərar versin inşallah. Allahümmə inna nəsəluka mədərrub bismikəl əzil əkrəm. Əl-əzəl əkrəm. İlahi əllərimizi naümid sinələrimizə qaytarma. Amin deyən bu dilləri lal öldürmə. İlahi pərverdigar, Peyğəmbər və alı Peyğəmbər hörmətinə bizim ürəyimizdə olan hacətləri qəbul elə. İlahi pərverdigar, Peyğəmbər və əhl-i beytinin bu dünya ziyarət, üqbada kifayətin hamımıza nəsib elə. İlahi pərverdigar, xəstələr var, nəzərdə olan xəstələr, bizdən dua istəyən xəstələr var. Onlara Kərbəla xəstəsi İmam Səccad Əli ilə dərdlərinə dəva elə. İlahi pərverdigara, işsizlərə iş nəsib elə. Övladı olmayanlara halalzadə övlad nəsib elə. İlahi pərverdigara, libas olmayanlara libas, evi olmayanlara ev əta elə. İlahi pərverdigara, borcu olanların borclarını qeyb xəzinələrindən əda elə. Qərib yerdə olanlar, ruzu dalıcan gedənlər, yol çıxanlar, elm dalıcan gedənlər, qürbətdə olanlar, hamısını salamat elə. Məxsusən hərbi xidmətdə düşmənlə üz-üzə dayanan cavan qardaşlarımıza düşmən hiyləsindən, gülləsindən hifz eləyib, onları səhi səlamət mənzillərinə, vətənlərinə, ailələrinə qaytar. İlahi pərverdigara,
Qazilərimizə səbr-əzim inayət elə. Şəhid ailələrinə səbr-əzim inayət elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə hifz elə. Ölənlərimizi qəriq rəhmət elə. İlahi pərvəricə, boynumuza haqq qoyub tərk-i dünya olanlar, ustadlar, müəllimlər, valideynlərimiz, dünyadan köçənlərimiz cəmiyyən ruhlarını şad elə. Onları öz rəhmətinə bağışla. İlahi pərverdigara, hansı ki dualar var zehnimizə gəlmədi, sən bundan agahsan. O duaları ilə bu dualarla bahəm qəbul elə. Assalamu aleykum və rəhmətullah. Salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed.